Əslində, Ceyhun qardaşım, bu hədisin biz şərhlərinə baxdığımız zaman görürük ki, Allah Rəsulü sallallahu əleyhi və səlləm bunu kimə söylədi? Dəvət əhlinə, irşad əhlinə, təbliğ əhlinə, müəllimə söyləyir. Qılarkən ikinci rükətində at uzaqlaşmağa başlayır. Namazdan çıxıb gedib atını gətirir və atını bağlayır bir yerə. Namazdan üçüncü, dördüncü rükət namazlarda davam edir. Bunu görən insanlar deyir ki, bu qocaya baxın deyir, bunun etdiyi hərəkətə baxın. Deməli, həmin sahabə deyir ki, vallahi deyir, Allah Rəsulü sallallahu əleyhi və səlləm dünyadan köçdüyündən bu yana məni belə sözlərlə tənqid edən olmamışdı. Kənardan baxıb izləyəndə görsünlər. Namaz kitabını deyir, evdə deyir, valideynlərimin ən çox istifadə etdiyi əşyanın yanına qoydum. Məsələn, televizora baxacaq, pultun yanına qoydum. Pultu deyir, namaz kitabının üzərinə qoydum. Niyə? Onu da görəndə onu da görsün, bir əlinə alsın. Hər kəsi salamlayıram. Bugün Sözün Özü proqramımız vasitəsilə Şəhidlər Məscidinin imamı olan Şaiq müəllimdən Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin bir hədisi üzərindən biraz həyatımıza onu daha gözəl şəkildə necə tətbiq edə bilərik? Bunu tətbiq etmə nöqtəsində harda boşluqlarımız var? Biraz bunun haqqında ətraflı danışmaq istəyirik. İnşallah. Şaiq müəllim, xoş gəlmisiniz. Xoş gördük Ceyhun qardaş. Necəsiniz zaman? Elhamdülillah, Allah razı olsun sizə. Düzdür, hava şəraiti çöldə çəkməyimizə icazə vermədi. Başladı amma Yağış səbəbindən məcbur qaldıq. Deməli müəllim, məlum məsələ bir hədis var ki, asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, nifrət elətdirməyin. Bu hədisdə günümüzdə müəyyən insanlar həyatına tətbiq edəndə bəzən aşırılığa gedirik, ifrata getməyə çalışırıq. Bəzən təfritdə qalırıq. Bu hədisin ümumiyyətlə harda Peyğəmbərimiz sallallahu əleyhi və səlləm söyləyib, onun ətrafında biraz danışaq. Onun ətrafında danışdıqdan sonra inşallah mövzumuzu yavaş-yavaş açarıq. İlk olaraq ona başlayaq ki, yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm harda bu hədisə vurğulayıb? İlk öncə Allahın salamı, rəhməti, bərəkəti hamımızın və həmçinin bizə baxan, dinləyən dostlarımızın, qardaşlarımızın, bacılarımızın üzərinə olsun və proqramımız da xeyirli, faydalı, bərəkətli olsun. Ceyhun qardaş, çox gözəl bir mövzudur, o əhəmiyyətli bir mövzudur. Xüsusən də bir dəvətçi, bir təbliğçi, İslam adına danışan, İslamı təmsil edən şəxslər üçün çox önəmli bir məsələdir. Diqqət etsək, Peyğəmbərimiz əleyhissalatu vesselam bu hədisi, bu sözləri Yəmənə vali, Yəmənə müəllim kimi onlara, oradakı insanlara dəvət, təbliğ, irşad və həmçinin oradakı insanlara rəhbərlik edəcək iki şəxsi və çox önəmli sahabeləri, Allah onların hər birindən razı olsun, göndərərkən söylədiyi hədisdir. Muaz ibn Cəbəl, Əbu Musa əl-Əş'arini, Allah hər ikisindən razı olsun, onları göndərərkən onlara belə deyək, öyüd və nəsihətlər verir və xüsusən də Muaz ibn Cəbəl radiyallahu anh soruşur ki, ya Rasulallah, bizi elə bir yerə göndərirsən ki, bizi elə bir yerə gedirik ki, oranın insanları müxtəlif məhsullardan şərab istehsal edirlər. Hətta hədisdə qeyd olunur ki, deməli, Yəmənlilər baldan şərab istehsal edirlər, arpadan şərab istehsal edirlər və üzümdən. Bu üçün adını çəkir. Və onların müxtəlif adları var. Allah Rəsulü sallallahu əleyhi və səlləm Muaz ibn Cəbəl radiyallahu anh belə bir toplumla biz üz-üzə qalacağıq. Nə deyirsən bu barədə? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bütün sərxoş edicilər haramdır. Onun fərqi yoxdur. Baldan olsun, xurmadan olsun, nə bilim, arpadan olsun, üzümdən olsun. Bütün sərxoş edicilər haramdır. Sonra Muaz ibn Cəbəl deyir ki, ya Rasulallah, mənə yenə nəsihət. Çünki yol gedir, nəsihətə ehtiyacı var. Və orada o söhbətlərinin sonunda Allah Rəsulü deyir ki, bəşşiru və la tunəffiru, yəssiru və la tuəssiru. Yəni, ola bilər hədisdə sözlərin yerini dəyişik söyləyə bilərik. Yəni, asanlaşdırın, çətinləşdirməyin, sevdirin, müjdələyin, nifrət etdirməyin. Hədisin başqa, belə deyək, variantları var, başqa sözlərlə ifadələri var. Həmin ifadələrin birində sakinləşdirin. Yəni, insanlarda elə danışın, elə davran ki, onlar sakit olsunlar, sakitləşsinlər, yəni baş qaldırmasınlar, yəni diksinməsinlər, uzaq durmasınlar. Bax, Allah Rəsulü sallallahu əleyhi və səlləm deməli Muaz ibn Cəbəli, Əbu Musa əl-Əş'arini Yəmənə göndərərkən onlara bu söhbətlərin əsnasında bu hədisi söyləmişdir. Deməli müəllim, çox gözəl vurğuladınız, Allah razı olsun. Burada məsəl üçün deyək ki, biri asanlaşdırın, çətinləşdirməyin deyir. Asanlaşdıranda, lakin dindən çox tavizlər verməyə başlayırıq.
Yəni bəzən biri namaza başlamaq istəyir, deyir əş onu eləməyə. Yəni Allahın fərz buyurduqlarından ixtisar etməyə başlayırıq ki, Bəli. bu ixtisarlar nəticəsində deyir ki, eyb yox, onu eləməsən olar, onu eləməsən olar. Hətta bu düşüncə də var ki, bilmirəm nə dərəcədə doğru olar. Bəzən deyirlər ki, mən deyir 5 vaxt namaz qılmağa gücüm çatmır, o 2 qılım, 1 qılım, deyirlər 40. Düzdür, bilmirəm bəlkə ixtilaflı məsələdir bu, amma Rəsulullah sallallahu əleyhi və səlləm dövründə Allahın bizə buyurduğu 5 fərz var. Yəni biz artıq fərzlərdən verdiyimdə bu hədisdən qaynaqlanaraq deyir ki, asanlaşdırırıq. İnsanların gücü çatmır. Amma halbuki Rəbbimiz bizə bir ölüm istisna, namaz qılmamaq üçün bir bəhanəmiz yoxdur. Gözlə olacaq, oturub da qala biləcəksə, hər hansı bir problemin varsa, ən axırı yəni gözdür. Bütün bunların hamısını nəzərə alaraq, yəni bu namaz məsələsində bir insanı İslam'a dəvət edəndə, həyatına İslamı qatmaq istəyəndə, namaza başlamaq istəyəndə bu hədisi nəzərə alaraqdan uyğun bir şəkildə yumuşatmaqdan söhbət gedirsə, o İslamı necə yumuşatmalıdır ki, İslam özü yumuşaq deyilmi? Yəni bu özü də bir sual altında dəstəkləsin. Əslində, deyəm qardaşım, bu hədisin biz şərhlərinə baxdığımız zaman görürük ki, Allah Rəsulü sallallahu əleyhi və səlləm bunu kimə söylədi? Dəvət əhlinə, irşad əhlinə, təbliğ əhlinə, müəllimə söyləyir bunu. Yəni buradakı söylənən şəxs kimdirsə, onun hansı vəzifəsi üçün onu söyləyir? Üsulda əslində asanlaşdırmaq var. Dəvətdə, təbliğdə, dildə asanlaşdırmaq söhbəti var. Yəni danışarkən elə bir üslub seç ki, o insan onu asanlıqla qəbul edə bilsin. Dəvət apararkən elə bir dəvət apar ki, o insan onu rahatlıqla qəbul etsin. Yəni onun gözündə o çətinləşməsin, böyüməsin. Buradakı üsul önəmlidir. Təbliğin, dəvətin üsulu, qaydası, qanunlar belə desək. Çatdırılma üsulu. Bu buradakı asanlıqdan qəsd budur. Əlbəttə ki, biz əgər Allah Əzza və Cəllə tərəfindən, Peyğəmbər sallallahu əleyhi və səlləm tərəfindən hər hansı bir məsələdə qəti bir əmr varsa, orada hər hansı bir asanlaşdırmadan söhbət gedə bilməz. Yəni qarşıdakı zaman ərzində bəlkə daha geniş bəzi şeylər danışacağıq. Yəni əmr olunan şeylərdə Allah tərəfindən əmr olunursa, məsələn, misal üçün deyək, imanın şərti məsələn 6. Biz bunun hansında nə asanlıq var? Ya 5-ə endirə bilmərik. Burada yox. Burada heç bir şey, yəni sayından, keyfiyyətindən biz hər hansı bir şeyi taviz verməyə və yaxud da belə deyək, onun birini kənara qoyaq, tamam 5-inə inanaq, o birisinə inanmayaq. Belə bir məsələ yoxdur. Və yaxud İslamın şərti 5-dir. Bunun gücümüz çatırsa, malımız, mülkümüz, sağlığımız, sağlamlığımız imkan verirsə, onların hamısını yerinə yetirmək, biz onların hamısını yerinə yetirəcəyik. Onun birini saxlayım, yerinə yetirməyim. Onsuz da Allah Rəsulunun həyatında bəzi insanlar gəlib şərtli iman etmək istəmişlər. Şərtli iman edək, məsələn, deyiblər ki, tamam namazı qılaq, orucu tutaq, amma bu zəkatı bizə söyləmə. Olmaz, yəni Allah Rəsulü sallallahu əleyhi və səlləm qətiyyən, yəni hətta əmrlərdə taviz yoxdur. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin vəfatından sonra Həzrət Əbubəkir xilafəti dövründə baş qaldırırlar ki, yox biz zəkatı verməyəcəyik, amma Əbubəkir radiyallahu anh bu işin arxasını buraxmır. Yəni o deyir ki, necə ki olar Rəsulullah sallallahu əleyhi və səlləmə bu zəkatı veriblər. Mütləq şəkildə bu xilafətə də, yəni bizə də bunu vermədilər deyib. Çünki Rəsulullah sallallahu əleyhi və səlləm dövründə insanlar oradan bir qurtulma, zəkatdan dediyi kimi o bəhanələr qalırdı işlərində, bilmirdilər neynəsinlər ki, bu bəhanə vasitəsilə qurtulsunlar. Elə olub bundan da istifadə edərək bu formada qurtulmağa çalışmışlar. Bir də müəllim, bəzən də bunun əksi olur. Yumşatmırıq, sərtləşdiririk. Yəni insanlara elə bir din göstərmiş oluruq ki, hətta Allah qorusun bizim səbəbimiz nəticəsində həmin insan dindən uzaqlaşa bilir. Yəni İslam budurmu deyir. Budursa mən bilirsiniz də bizdə insanlar biraz toplum olaraq, yəni sənin üzərində namaz, yəni qılan müsəlman paqonu mən deyirəm buna, müsəlman paqonu varsa, sənin hərəkətlərə çox fikir verirlər. Sən bir hərəkət etməli, namaz qılana bu hərəkəti eləmir deyirlər. O rütbə sənə həyatında bütün sferasında, sən fərqində olmasan belə də toplum içərisində, cəmiyyət içərisində belə ki, sən namaz qılırsan, sənin məsciddən çıxdığı görürlər və hər hərəkəti izləyirlər və sənin səhv elədiyin hərəkətləri bütün müsəlmanların ayağına yazılır. Xüsusən bu, deyim qardaşım, bu bəlkə də bu kənd yerlərində, rayon yerlərində bu daha nəzərə çarpır. Mən elə düşünürəm. Amma böyük şəhərlərdə çox da nəzərə çarpmır. Çünki böyük şəhərlərdə insanlar kütləvi şəkildə ibadətlə və yaxud da məscidlərlə həmhal olduqlarına görə ən azından belə düşünürəm. O dediyiniz məsələ daha çox rayon düzdür, şəhər yerləri biraz dediyiniz kimi həm məşğuliyyətlər daha çoxdur burada. Hər kəsin o başqalarını yönələcək o qədər vaxtı olmur açığı. Amma rayon yerlərində hədsiz boş şeylər olur. Məsələn, bəzən olur ki, qardaşlardan problemli olanlar olur ki, məsələn, namaza yeni başlayıbdı, məscidə gəlir, atası onu məsələn araq almağa göndərir, siqaret almağa göndərir. Yəni onu loteriyanın olduğu nöqtələrdə görürlər. Halbuki onu özünə yox, atasına alırmış. Məsələn, elə gənclərimiz də olur ki, atasına bunu deyə bilmir ki, mən bunu ala bilmirəm. Amma o əslinə qalsa məscid
məsciddən, o namazdan çıxıb gedib o lotery yerində duranda o qumara bulaşmağın nədir? Qıraqdan baxan hamı elə biləcək ki, o özünü alır. Təbii ki. Halbuki o bəlkə də atasının o təzyiqi nəticəsində ala bilər. Evet. Yəni burada dini sərtləşdirməkdə də bir qəsdim odur ki, mənim bizim elədiyimiz o xətaları necə insan xətalan ola bilər də, yəni insan xətalı bir varlıqdır, xəta edə bilir. Evet. Amma insanların çoxsu bizim xətalarımızı qəbul etmək istəmirlər. Yəni bizim yox sən müsəlmansansa, hətta bir məsələni də deyim sizə, bir dəfə iş yerində olanda müəyyən bir səhhətimlə bağlı problemlər var idi. Evet. Dərmanlar atırdım, ağrım olurdu. Hətta bir nəfər qayıtdı mənə dedi ki, sən deyir bu qədər namaz qılırsan. Sən niyə bu qədər ağrıyırsan deyir. Mən deyir, hətta belə bir ifadə işlətçi deyir. Mən deyir, dostum var, arkadaşım biridir. Yəni çox içir də, amma heç bir şey yoxdur yəni. Səhhətində heç bir problem yoxdur. Yəni insanlar elə bilir ki, sən namaz qılanda sanki super bir insan olmalısan, heç bir səndə naqislik olmamalıdır və xəstəlik deyilən şey də sənə çatmamalıdır da, yəni. Elə bu haqqda biraz danışaq. Sərtləşdirməkdə biz necə sərtləşdiririk ki, bu gün insanlar bizdən soyurlar. Axı Allahın fərzini mi çatdırmaqda bəlkə problemlərimiz var. Bir insana bəlkə bir dini təbliğ edəndə sərhədlərimizi çox mu yüksək qoyuruq, hədəflərimizi çox mu yüksək qoyuruq. Bir o haqqda bir balaca məlumat verməyinizi istəyirəm bizə. Dediyiniz kimi Ceyhun qardaş, yəni bu yenə də belə deyək də, baxın bu gün günümüzdə dəvət və təbliğ aparan insan çoxdur, amma İslamı haqqı ilə təmsil edən azdır. Təbliğdə bəlkə də problemimiz yoxdur. İnsanlar danışır, insanlar söhbət edir, dərslər aparır, istəyir sosial şəbəkələrdə, istəyir digər üsullarla. Amma təmsil məsələsində problem olduğuna görə insanlarda təmsil bir nümunə görmə ehtiyacı olduğuna görə bu baxımdan nümunəyə daha çox ehtiyac var və yenə dediyim kimi təbliğ edən, dəvət edən, İslam adına danışan insanların o dəvətindəki üsul və üslubu, qayda və belə deyək, qanun da deyə bilərik, qanunları bilməməsindən irəli gəlir. Yəni nəyi söyləyim, nəyi söyləməyim, nəyi necə söyləsəm daha doğru olar, kimi şeyləri bilmədiklərindən dolayı və yaxud da hamıda bir eşq var, şövq var ki, mən də danışım, mən də çatdırım, mən də insanlara xətalarını, yanlışlarını deyim. Sözü kəsən başlayayım. Bəzən insan namaza təzə başlayanda daha coşqulu olur, yəni. Hər kəsin bir anlıq elə bir öyrəndiyi, məsciddən və digər yerlərdən öyrəndiyi bir şeyləri anında tətbiq etməyə çalışır. Halbuki o özü də namaza başlamazdan əvvəlki halı elə deyildi. Amma istəyir ki, bir anlıq hər şey dəyişsin. Adətən bu gənclərdə görürük ki, məsələn, namaza təzə başlayır, yer atasının anasının üstünə düşür ki, siz niyə namaz qılmırsınız? Bu şeydən niyə belə edirsiniz? Biraz buradan da namaza təzə başlayan gənclərimizə və namaza təzə başlayan insanlara çağırış edək ki, yəni bununla da bağlı evdəkilərin çox üzərinə getməsinlər. Biraz bu haqqda da danışasınız. Bax, bayaqki sözümüzə qüvvətən qardaş. Deməli, Ayşə anamızdan radiyallahu anhadan Peyğəmbərimizin o təbliğ, dəvət məsələləri haqqında soruşurlar. Ayşə anamız radiyallahu anh deyir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləmə hər hansı bir məsələ haqqında seçim ixtiyarı verilsə, məsələn, Allah bir məsələni əmr edib, bir şeyi söyləyib, bir şeyi insanlara çatdırmağı Peyğəmbər sallallahu aleyhi və səlləmə söyləyib və orada seçim haqqı qoyubsa, Peyğəmbər sallallahu aleyhi və səlləm mütləq asan olanı onlara söyləyərdi. Yəni, çətini yox, asan olanı. Əgər orada ixtiyar sahibi verilibsə Peyğəmbər sallallahu aleyhi və səlləm. Hətta sahabələrin həyatında o məsələyə gələcək. Sahabələrin həyatında gözəl nümunələr var. Sahabədən biri bir dəfə şəhərlərin birinə səyahət edir. Atından düşür, namaz vaxtı olur. Atından düşür, bir namaz qılacaq. Namazını qılarkən ikinci rükətində at uzaqlaşmağa başlayır. Namazdan çıxıb gedib atını gətirir və atını bağlayır bir yerə. Namazdan üçüncü, dördüncü rükət namazlarda davam edir. Bunu görən insanlar deyir ki, bu qocaya baxın, deyir, bunun etdiyi hərəkətə baxın. Onlar təbii ki, o söyləyən insan bilmir ki, o kimdir, nəçidir, sahabədir. Deməli, həmin sahabə deyir ki, vallahi deyir, Allah Rəsulü sallallahu aleyhi və səlləm dünyadan köçdüyündən bu yana məni belə sözlərə tənqid edən olmamışdır. Mən Allah Rəsulünün yanında olduğum, onunla söhbətlərində iştirak etdiyim, döyüşlərdə iştirak etdiyim, onun yanında çox oldum. Hər zaman gördüm ki, o asan olan seçərdi. Bax, bu kimi şeylər onu göstərir ki, bizim önümüzdə seçimlər varsa, istəyir yaşamaqda, istəyir dəvətdə, təbliğdə, insanlara çatdırmada biz asan olan seçəcəyik. Əgər günah deyilsə, haram deyilsə, biz asan olan seçəcəyik. Həmçində o İslama yeni başlamış, ibadətə, namaza yeni başlamış qardaşlarımız, məsələn, valideynlərinə qarşı mütləq surətdə, yəni onların haqlarını qorumaq lazımdır. Nə olursan ol.
Onlar necə olurlarsa, sən necə olursansa heç fərq etmir. Onların haqlarını qorumaq lazımdır. Onlara hörməti, ehtiramı əksik etmək olmaz. Və özün başlamısan, ilk növbədə necə dəvət aparmaq lazımdır, onu da öyrənmək lazımdır. Hansı sözləri söyləmək lazımdır, necə istifadə etmək lazımdır. Məsələn, bizim bir qardaş var, deyir ki, mən valideynlərimə namazı deyir, necə təbliğ elədim. Sözlə bir şey söyləmədim deyir. Dəstəmaz alanda onların göz önündə dəstəmaz aldım. Namaz qılanda onların olduğu yerdə gəldim namaz qıldım. Görsünlər, kənardan baxıb izləyəndə görsünlər. Namaz kitabını deyir, evdə deyir, valideynlərimin ən çox istifadə etdiyi əşyanın yanına qoydum. Məsələn, televizora baxacaq, pultun yanına qoydum. Pultu deyir, namaz kitabının üzərinə qoydum. Niyə? Onu da görəndə onu da görsün, bir əlinə alsın. Bu kimi yollarla, prinsiplərlə əgər istəyirsə, təbii ki, bir müsəlmanın özü ibadət edirsə, özü artıq o ibadətin zövqünü müəyyən qədər almışsa, istəyir ki, o da valideyni də şeyləsin. Necə? Həmin zövq alsın. Bəli. Necə ki, valideyni onu böyüdüb, boya başa çatdırıb, ona əziyyət çəkib, zəhmət çəkib, onun üzərində haqqı var. Həmin qardaşlarımız da, bacılarımız da ola bilər. Onlar istəyirlər ki, valideyn də ibadət etsin. O zövqü, o şevqi, Allaha qulluq məsələsində valideynlər də irəli getsin. Məncə dəvətin, təbliğin və üsul qaydaları, hansı sözləri söyləmək, əzizləmək, xoş sözlər söyləmək, hədiyyə almaq, ona, yəni məsələn, ola bilər bir dəfə bir təsbih hədiyyə edə bilərsən, bir dəfə bir təkkə hədiyyə edə bilərsən, bir ətir hədiyyə edə bilərsən və yaxud da bir səccadə verə bilərsən, hədiyyə edə bilərsən, bir namaz kitabı, Qurani-Kərimin tərcüməsini. Bu kimi, yəni İslamı xatırladacaq, namazı xatırladacaq, ibadəti xatırladacaq şeylərlə, əşyalarla, hədiyyələrlə valideynlərin qəlbinə yol tapmaq lazımdır və ən önəmlisi də dua etmək lazımdır. Yəni Allah sənə nəsib edibsə, dua etmək lazımdır. Xüsusən də Rəbbinlə baş-başa qaldığın, xüsusən də gecə vaxtlarında dua etmək lazımdır. Necə ki, bu çiçəklər nəmli ərazilərdə yetişir, onun suya ehtiyacı var. Dualarımızın da bu baxımdan suya, göz yaşlarına ehtiyacı var ki, inşallah Uca Allah belə dualardan nəticəsini birlikdə verəcəkdir. Bir də mənim bəzən biz qardaşlarla, gənc qardaşlarla söhbət əsnasında nəyə şahid oluruq? Sən də gəncsən ha. Mən qozanmağa doğru gedirəm mənim. Neçə yaşınız var? 24. Allah xeyir versin. Biraz ailə həyatı qurandan sonra adam təmiz qozanmağa verir. Evlisən də. Maşallah. Adam belə qozanmağa doğru gedir. Yox, gəncsən, elhamdülillah. Deməli müəllim, dediyim kimi söhbət edəndə nə diqqətimi cəlb edir? Namaza təzə başlayırlar və ailələrinə qarşı çox ata-anasına heç olmadığına qarşı sərt reaksiya verməyə başlayır. Ana da narahat olur ki, mənim övladıma məsciddə nə edirlər ki, bu birdən gəlir mənim üstümə. Biz rast gəlmişik belə şeylərə. Ata birdən narahat olur ki, mənim uşağım mənə niyə qarşı etiraz eləmir? Məsələn, elə bir uşaq yəni gənclər görmüşük ki, normal ailəsinin çox razı olduğu bir uşaqdır. Namaza başlayır, ailəsi başlayır bunu narazı eləməyə. Nə deyir mənim sözümə baxmır, nə deyirəm sevmir. Mən bu yerdə valideynlərə haqq verirəm. Yəni nə demək istəyirəm? Bəzən biz qardaşlara məsləhət etməyə çalışırıq ki, acizanə ki, məsələn, deyək ki, namaza başlamazdan əvvəl 50% hörmət edirdinsə, namaza başlayansa bunu 80-də qaldır. 100%. 90-a qaldır. Yəni mümkün mərtəbə gəl soruş, öyrən ki, məsəl üçün mən atama qarşı məsələn falan şeylərdə hansına yox deyə bilərəm, hansına hə deməliyəm. Bəzən olur ki, ən nafilələrdə belə valideynlərlə dirəşirik. Halbuki bu olmamalıdır. Yəni Allah da səhv eləmirəmsə, yəni namazda belə valideyn səni çağırırsa, fərz namazında. Bəli, anamız çağırarsa, biz anamızın çağırışına cavab verərik. Biraz o haqqda gənclərimizə bu mövzuda tövsiyə edək ki, onu biraz açaq da, yəni hər şeydə, fərzlərdə biraz, məsələn, Quran-Kərim belə demədir. Amma Allahın da bəzən o ki, Allahın haqqlarından sonra ikinci haqq valideynlərin haqqıdır. Bəli. Amma Allahın fərzləri var. Bunu biraz açaq ki, məsəl üçün biz harda valideynlərə müəyyən üslubuna uyğun şəkildə dayan deyə bilərik. Bunu biraz açaq zəhmət olmasın. Bizim Cəmi qardaş cəmiyyətimiz, yəni elə bir cəmiyyətdir ki, biz düzdür İslamla bizim əcdadımız çoxdan tanış olub. İslam bura çox böyük, yəni İslamın ilk əsrlərində gəlib çatıb. Elhamdülillah bizim xalqlar da tez İslamı qəbul ediblər. Yəni uyğun olub onların yaşayış tərzinə, məişətinə, həyatına uyğun olub qəbul ediblər. Məlum məsələdir, Sovet dövründən sonra bu 70 illik bir aradakı o fətrət kimi bir dövrdən sonra təbii ki, valideynlər fərqliləşib, babalarımız, nənələrimiz, ata-analarımız fərqliləşib, onlara qarşı təbliğ, dəvət elə aparılıb ki, belə deyək, ateizm öyrədilib. Ona görə cəmiyyətimiz bugün fərqlidir. Gənclər indi elhamdülillah öyrənirlər. Yaşlılardan da əlbəttə ki, İslamı möhkəm sağlayanlar var, orta nəsildən də sağlayanlar var, gənclərdən daha çox məsələn İslam'a gələnlər var. Burada bir çaşqınlıq əmələ gəlir ki,
Mən hansı məsələlərdə valideynimə qarşı itaət edəcəm, hansı məsələlərdə itaət etməyəcəm məsələsi ortaya çıxa bilər. Əlbəttə bizi Allaha üsyana, küfrə, şirkə, bizi günah işləməyə, bu kimi məsələlərə dəvət etmirsə, biz onların digər bizə aid tövsiyələrində, nəsihətlərində, göstəriş və tapşırıqlarında itaət etməyimiz gərəklidir. Məsələn, dünya məsələlərində dediyimiz kimi, valideynimiz desə ki, belədir, yəni biz onun kimi, yəni onun dediklərinə əməl edəcəyik. Hər halda biz açıqdan, aşkardan görməsək ki, bunun nəticəsi pisdir, görməsək, biz onların sözünə itaət edəcəyik. Amma onlar bizi üsyana dəvət etsə, biz ona itaət etməyəcəyik. Yəni sadəcə Allaha üsyanda, küfür, şirkə dəvətdə itaət yoxdur. Qalan digər məsələlərdə məsələ ondan ibarət ki, valideynlərə itaət vardır. Hətta görün ki, yəni dinimiz o qədər valideynlərə qarşı ehtiram və hörmət bəslənməsini əmr edir ki, hətta bir müsəlman namazda ikən anası onu çağırarsa, namazda buraxıb anasına cavab verir. Tabii daxildir bura mənim. Yox, ata daxildir. Çünki ananın haqq və hüquqları daha üstündür. Bu yerdə yəni atalarımız inciməsin bu məsələdə. Bu yəni bizim şəriətin prinsipləridir belə. Yəni onsuz da Allah Azza və Cəllə yəni həm kişiyə, həm qadına da müəyyən sahələrdə spesifik olaraq verdiyi üstünlüklər var. Yəni, burada təbii ki, analar üstünlüksə, müəyyən bir yerlərdə də ataların öz üstünlüyü var təbii ki. Şübhəsiz. Bir də mənim o bir məşhur ifadə belə deyir, Allaha itaət olunacağı mövzularda məxluqata itaət yoxdur. Həqiqətən də bu ifadəni həyatımıza tətbiq edə bilsək, nə tək valideynlər yox, bizə bu müdir də ola bilər, başımızın üstündə duran kimsə də ola bilər. Bu mövzularda biz Allaha itaəti seçəriksə, Allahın necə mübarizə apara bilərik? Bax, bu sözün bu yerində Ceyhun qardaş, sadəcə biz yeni ibadətə başlamış, valideynlərinə, ailələrinə, yaxınlarına təbliğ aparmaq istəyən qardaş və bacılarımıza deyil, gənclərimizə, ata-analara da buradan müraciət etmək lazımdır. Siz də bir valideyn olaraq. Siz də bir başa düşmək lazımdır. Əgər sizin övladınız pis yollara düşməyibsə, ibadət edirsə, namaz qılırsa, Allahın kitabını oxuyursa, dini yaşamağa çalışırsa, siz ona dəstək verin. Qorxmayın, yəni çəkinməyin. Düzdür, haqqınızı da araşdırmalısınız ki, görün kimdən durur, oturur, dostu, tanışı, çevrəsi, ətrafı kimdir. Baxın, görün onun çizgisi, onun xətti, onun getdiyi o yol doğrudursa, onlara dəstək durmaq lazımdır. Nəinki onları geriyə çəkmək. Məsələn, şahid oluruq bəzən biz. Gəlir ki, müəllim, bəs valideynim narahatdır mənim namaz qılmağımla, ibadət etməyimdən. Valideynim deyir ki, sən tələbə getmiş, rayonda başqa döydün, getdin, tələbə oldun, namaza başladın. Niyə? Nə oldu? Nə baş verdi? Əgər mən o qardaşı yaxşı tanıyıramsa, bəzən bacılarımız da olur belə, yaxşı tanıyıramsa, deyirəm ki, gəl valideynlə danışaq. Danışaq, biz ona başa salaq da nə deyir. Danışdıqlarımız da olub. Hətta olub ki, məsələn, bacılarımız yaxınlaşır. Məsələn, deyir ki, məsələn, mən təsəttür geyinmək istəyirəm, hicab geyinmək istəyirəm. Valideyn qorxur ki, birdən ailə həyatı quranda sən yoldaşın nə deyəcək? Yəni, bəlkə də onu da fikir. Hətta ona görə deyirlər ki, yəni sən birdən yoldaş istəməz bir şey yapılan. Əlbəttə ki, biz məsələn danışır, elə ki, danışmışıq. Ata razıdır, ana narazıdır. Yəni, elə valideynlərə demək lazımdır. Bir araşdırın. Əgər qeyri-adi bir yollara düşməyibsə, o zaman kömək dəstək durmaq lazımdır. Bugün Allah qorusun, o qədər insan var ki, görsən ki, əxlaqsızlıq edir, ədəbsizlik edir, görsən ki, pis vərdişlərə qoşulur. Elə olmaqdansa, və yaxud da görsən ki, Allah qorusun, hər hansı bir cinayətə bulaşıb gedir, türmələrdə olur. Elə olmaqdansa tam tərsinə onun Allaha yaxın olmasına, ibadət etməsinə, ədəbli, əxlaqlı olmasına, salih əməllər işləməsinə dəstək vermək lazımdır. Bir də mənim sözünüzə qüvvət, bəzən valideynlər bu formada düşünəndə ki, oğlum namaz qılır da, bunu mən necə namazdan çəkindirim düşüncəsində olanda, onlara əslində bu məntiqli cavabı versək, %98% bunlar o cavabı qəbul edir. Məsələn, deyəndə ki, yaxşı namaz qılmayım, gedim içkiyə qurşanım, narkotikə qurşanım, məni hər gün bu polis idarələrindən yığasan, kimsə qızına sataşım edeyim, mənə görə başın aşağı olsun. Belə birisi olmağımı istəyirsənsə, gedim olun deyəndə. Deyir ki, əslində onun cavabını tapıblar. Deyir ki, heç birindən olma. Nə ondan, nə bundan, elə sənin üzərinə düşən şeyi yerinə yetirir. Yəni, valideynlər də bilməli ki, artıq həddi bu yaşına çatıbsa, oğlan və qız artıq onun üzərində ibadət var. Elə sənin özünün də üzərində ibadət var. Əslində, yəni, reallıq odur. Bir də mənim bu
hədisdən danışanda bir şey vurğulamanızı istəyirəm ki, günahlarda Allah bağışlayandır deyib, asanlaşdırırıq deyib, özümüzə, nəfsimizə asanlaşdırmağa çalışırıq bəzi şeyləri. Günah da edirik, deyirik ki, usta Allah bağışlayandır. Bunu haramlara çox yaşa bulaşa bilirik. Nəticə etibarilə tövbə etməyimiz olduğunu da bilirik. Tövbənin necə gözəl bir insanı təmizləyici bir funksiyaya sahib olduğu düşüncəsinə də sahib ola bilirik, amma tətbiqində biraz boşluqlar göstərə bilirik. Biz bu haqqda da danışaq. Ki bu hədisdən qaynaqlanaraq olur bəzən bu asanlaşdırırıq özümüz üçün bəzi şeyləri. Qurani-Kərimdə yanlış hatırlamıramsa 400-dən yuxarı yerdə rəhmət və onun bu rəhmət kəlməsinin törəməsi olan ifadələr Allah zikr edir. Kitabımız Qurani-Kərim rəhmət kitabıdır. Dinimiz öz rəhmətdir. Peyğəmbər sallallahu əleyhi və səlləm öz rəhmətdir. Lakin Allahın əmrləri qeyd-şərtsiz tətbiq ediləcək yerdə kimsə, yəni nə özünə acıya bilər, nə kiməsə rəhmət, mərhəmət göstərə bilər. Çünki məsələn Qurani-Kərimdə Nur surəsində Allah məsəl üçün mərhəmət duyğusundan dolayı cəzanı tətbiq etmədə, məsələn zina cəzasını kişi və qadına tətbiq etmədə acımayın yəni. Burada biz durub deyə bilmərik ki, gördüm ki gözlərindən yaş gəldi. Nə bilim gördüm ki, ağlayır və yaxud da bir çox səbəblər gətirdi. Yəni bunu nə üçün misal verirəm? Biz əlbəttə ki, durub şəxsi olaraq nəsə tətbiq edəcək deyilik. Nə misal verirəm? Yəni biz özümüzü də aldatmamalıyıq ki, onsuz da Allah bağışlayandır. Bu Allah bağışlayan əlbəttə ki, Allah o insanı bağışlayır ki, o konkret, nasuh bir, səmimi bir tövbə eləyir və bu tövbəsi ilə artıq o günaha bir daha dönmür. Amma yox, bir günah işləyən təzədən yenə ora döndün. Bir xətanı etdin, bunu onsuz da Allah mərhəmətlidir, rəhimlidir, bağışlayacaq məni. Belə düşünmək özünü aldatmaqdır. Yəni o insan hər zaman belə düşünərsə, deməli artıq o bir şəkildə şeytanla dost olmuş. Və yaxud da nəfsinin köləsinə, quluna çevrilmiş. Yəni günah məsələlərində, artıq Allaha üsyan məsələlərində, böyük günahlarda möhkəm olmalıyıq, ciddi olmalıyıq ki, o günahlara düşməyək. Əks halda özümüzü aldatmış olarıq. Bir çox salih, yaxşı əməllərim var, namazım var, ibadətim var, orucum var deyə Allah ilə huzura, Allahın huzuruna, Allah ilə qovuşmağa getdiyimiz zaman görək ki, müflis olmuş. Bir hədis var, bilirsiniz ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, soruşur ki, sahabelərinə ki, radiyallahu anhum, müflis kimdir? Onlar deyir ki, malı, mülkü əlindən çıxmış insandır. Amma Allah Rəsulü sallallahu əleyhi və səlləm deyir ki, əsl müflis qiyamət günü bir çox salih əməlləri ilə namazı, orucu, ibadəti falan onlarla gələr, amma artıq onlar əlindən çıxmış olar. Ya kiməsə verirlər, ya artıq başqalarının günahları buna yüklənər. Ona görə diqqətli olmaq lazımdır ki, mən asanlaşdırım özüm üçün. Sən kimsən ki, özün üçün hər şeyi asanlaşdırarsan? Yəni, bilirsiniz, məsələlər haqqında alimlər danışıblar, deyiblər, izah ediblər, kitablara yazıblar. İndi elhamdülillah əlimiz çatandır. Elmihal kitabları var, yəni fiqh kitabları var. Onları alıb əlimizə oxuduğumuz zaman artıq orada görür ki, nə var, nə yox. Xüsusi hallar olar. Onu da bilən əhlinə soruşub oradan bir fətva ala bilərik. Amma hər, belə deyək, pis çıxmasının ifadəsi yerindən duran özün üçün İslamın hökmlərini asanlaşdıra bilməz. Xüsusilə də üsuli məsələlərdə, köklü məsələlərdə bu şeylərdə asanlaşdırma söhbəti biz görə bilmərik. Furu məsələlərində, İslamın belə deyək, budaqlar dediyimiz məsələlərdə əgər seçim haqqımız varsa qarşımızda, o zaman asan olanı seçə bilərik. Hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləm iki şər arasında da ən aşağı şərri az olan. O fiqhin qaydasıdır, yoxsa? Necə? Fiqhin qaydasıdır. Bəli, fiqhi bir qayda. Əhvani şər. İki şərdən ən yüngül olanı tərcih edərdi. Bəli. Bu da təbii ki, bəzən asılan bir şeydir. Çünki biz bəzi olur ki, bir qardaşın dediyi bir ifadə idi ki, uzun illərdir ancaq iki şər arasından seçim etməyə çalışırıq. Bir də mənim bu imamlıq dönəminizdə məsciddə gördüyünüz o həddi aşanlar, yumşaldanlar, onlar haqqında bir ümumiləşdirilmiş fikir deyərək inşallah videomuzu yekunlaşdırmağa çalışarıq. Bir də əlavə ola bilər ki, məsələn, ümumi olaraq gənclərə və valideynlərə əlavə mesaj vermək istəyirsə, mesajımızdan sonlandıraq inşallah. İstər-istəməz, yəni insanıq, yaşadığımız müddətcə həyatımızda belə şeylərə rast gəlirik. Hələ məsələn, bir məsciddə çalışırsansa, imamlıq edirsənsə, müxtəlif insanlara rast gəlirsən. Cürbəcür insanlarla rast gəlirsən. Məsələn, görürsən ki, adam bir neçə hədis eşidib, bir neçə ayə eşidib,
ona təsir edib. Normaldır, yəni gözəl bir şey əslində, ona yaxşı təsir edib. Amma dediyim kimi yenə dəvət təbliğin insanlara İslamı çatdırmanın qayda və qanunlarını bilmədiyinə görə, üslubunu bilmədiyinə görə necə gəldi danışır, necə gəldi söylüyor. Məsələn, bir dəfə günün birində bir nəfər qardaş yaxınlaşdı ki, bəs imam səni çağıran var. Dedim, kimdir çağıran qardaş? Bəlkə tanıyırsan. Dedim, müşriklərdir. Allah Allah. Hemen ağlımda bir şey yarandı ki, biz adətən belə görmüşdük. Yəni müşriklər deyəndə biz Peyğəmbərimiz və müşriklər kitablarda oxuyuruq. Biraz qəribə gəldi. Yəni nə demək istəyir? Narahat oldum bu qardaşın bu ifadəsindən. Həmən məscidin qarşısına çıxdım, görüm kimdir. Baxdım ki, yəni yaxın ərazidə yaşayan insanlardır. Dedilər ki, bəs bizim bir cənazəmiz var, hətta az yaşlı uşaqdır. Onu necə eləyə bilərik? Bizə yol göstərin falan. Tamam, təbii ki, onlara yol göstərdikdən sonra gəldim bu qardaşın yanına. Dedim ki, qardaş, yəni sən necə təyin etdin ki, onlar müşrikdir? Deyir, qiyafəsindən. Dedim, yəni qiyafəsində nə var? Yəni üzərindən yazmışdı mı şirkətliyən və yaxud da yəni bütmü özündən gətirmişdi, neynəmişdi? Yoxdur, oxşamırdı falan. Yəni ona görə də diqqətli olmaq gərəkir ki, hər insana hər damğanı vurma olmaz. Tam tərsinə o söylədiyin ifadə, yəni Allah qorusun özünə qayıda bilər. Və yaxud da biz görmüşük, məsələn, bir qardaş dedi ki, bir dəfə məscidə gəldim deyir. Bilmədim deyir, yəni istədim safda duram, cərgədə duram, namaz qılam. Cərgədə deyir, təzə durmuşdum. Bir nəfər gəldi deyir, mənim qolumdan deyir, dartdı belə dedi ki, arxaya dur, bura mənim yerimdir. Baxdım belə dedim ki, gedirəm mən. Necə yəni mən gəldim, durdum orada, dedi ki, çəkil arxaya, bura mənim yerimdir və istədim gedəm. Həmin anda deyir, sən mənim əlimdən tut, dedin ki, gəl mənim yanımda dur. Mənə yaxın yerdə dur, getmə namazdan sonra danışarıq. Mən tam indi xatırlamıram. Dedi, namazdan sonra danışdıq, söhbət etdik. Mən ondan sonra deyir, məsciddə bağlandım, yəni getmədim. Və yaxud da bir dəfə bir qardaş deyir ki, məscidə gəlmişdim, əlimdə deyir, əşyam var idi. Bir kloka qoymuşdum. Diqqət eləməmişəm, klokda məyərmiş şəkil olub. Mənə deyir, tez üzərimə hücum çəkdilər ki, buna şəkillə gəlmirsən məscidə. Yəni, mən deyir, onda da deyir, siz müdaxilə elədiniz və sakinləşdim deyir. Başa saldınız. Yəni deməli insanlara yanaşma üslubu çox önəmlidir. İnsanlara çatdırma, dəvət etmə, təbliğ etmə üslubu çox önəmlidir. Bunun üçün də biz Muaz bin Cəbəl radiyallahu anhın yolçuluğunu oranı bilməliyik, oxumalıyıq. Əbu Musa Əl-Əşarinin ikisinin bərabər yolçuluğunu öyrənməliyik. Onlar görürsünüz Peyğəmbər sallallahu əleyhi və səlləmdən soruşurlar. Allah Rəsulü onlara yol göstərir. Üsul, qayda göstərir. Ceyhun qardaş, izləyicilərimiz xatırlayacaqlar bu hədisləri, hadisələri söylədiyimiz zaman. Baxın, Peyğəmbərimizin və əshabın həyatında bir şəxs gəlir, çöl ərəbi, biz ona bədəvi deyirik. Çöldə yaşayan ərəb gəlir, məsciddə bir anlıq yəni ayaq yolu ehtiyacı olur, kiçik ayaq yolu ehtiyacı olur və durur ayağa və öz də baxır ki, harada münasib yer var, görür ki, minbər tərəf boşdur və gedir minbər tərəfə öz ehtiyacını görür. Yüngül ehtiyacını görür. Həmən 3-4 nəfər ayağa qalxıb onun böyük bir məsələdə etdiyi bu ədəbsizliyi qarşılığını vermək istəyirlər. Allah Rəsulü ki, durun deyir. Siz çətinləşdirən deyil, asanlaşdırmaq üçün göndərilmiş bir ümmətsiniz. Gedin, bir neçə qap su gətirin, onun o kiçik abdəst pozduğu yerə suyu tökün, onu oradan geçsin. Biz burada diqqət edirik ki, Peyğəmbər sallallahu əleyhi və səlləm İslam'a yeni gələn insanları qazanmaq üçün görürsünüz asanlıq gətirdi. Onları nifrət etdirmədi, onları sevindirdi, müjdələdi. Həmin o sahabə, indi burada adını çəkməyəcək, izləyicilərimiz özləri taparlar. Həmin o sahabə bir gün Allah Rəsulunun yenə bir dəstəklə gəlir, ona ey Muhammed ucaq səslə bağıraraq çağırır onu. Yenə Allah Rəsulü sallallahu əleyhi və səlləm onu məzəmmət eləmir. Çünki bilir ki, o İslam'a yeni gəlir. Hələ yeni yerdə addım atır. Yeni iməşləyən, addımlayan bir uşaq kimi düşünün və onu pis ifadələrlə hər hansı bir məzəmmət etmir onu. Onun yenə qəlbini qazanmağa çalışır. Yenə həmin o sahabə bir gün sallallahu əleyhi və səlləmin əynindəki geyimini, paltarını dartır və deyir ki, bunu mənə ver. Allah Rəsulü verir ona həmin o şeyi. Həmin bu sahabə illər sonra İslam adına vuruşan ordunun komandiri olur. Adını deməyək, mənim şərh bölməsində yazsınlar bilən qardaşlar. Hətta bilmiş olaraq ki, bura qədər izləyiblər, izləməyiblər. Yəni, Allah Rəsulü sallallahu əleyhi və səlləm əgər o adama məzəmmət etsəydi, icazə versəydi sahabələr onun o etdiyi əməlin qarşılığını həmən orada versinlər, belə deyək. Və yaxud da onu gəlib yüksək səylə bağıraraq çağırdığından məzəmmət etsəydi,
Bəlkə də o adamı qazanmazdı. Bəlkə də o böyük bir sahabə olmazdı. Bəlkə də ordu komandiri olmazdı. Müəllimin dediyi o səhabənin adını inşallah şərt bölməsində yazarsınız görə kimlər tapıb bizə məlumat verə İnşallah biləcək. mən də baxacağam. Bu arada müəllim, demək olar ki, mövzumuzu yekunlaşdırdıq. Sən Allah razı olsun təklif qəbul etdiyiniz üçün minnətdaram. İnşallah başqa mövzularda görüşmək İnşallah. ümidi ilə. Gözləyirik. Bizi dinlədiyiniz üçün çox sağ olun. Görüşmək ümidi ilə. İnşallah görüşərik. Allah'a emanet olun.